Salamlar, vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar 18 və 17 iyun 2025-ci il lise və gimnaziyalara qəbul sınağı 8-in 6-cı siniflər üçün 41-60-a qədər sualların izahı olacaq. Əvvəlcə onu deyim ki, şərhlər bölməsində, yəni bu videonun şərhlər bölməsində lise və gimnaziyalara qəbul ediləcək sualların paylaşıldığı, video izahlarının paylaşıldığı ödənişsiz Telegram və WhatsApp qrupları linki paylaşılacaq. Həmin qruplara mütləq qoşulun ki, qəbula qədər paylaşılmış suallardan xəbərli olasınız və növbəti illərdə də rıxımıya, istifadəyə düşəcək suallar da paylaşacaq. Həmçinin onlarla tanış olmanız üçün, həmçinin də yeni platformamızda sizin qarşınızda olacaq. Yəni sizlər üçün çox sərfəli platformamız da gələcək. Rəqəmsal platformayı da və bunlardan yararlanmaq üçün mütləq qruplara daxil olun. Həmçinin YouTube'a mütləq abunə olun. Abunə olmanız sizin üçün yaxşıdır. Düzdür, mənim üçün də yaxşıdır. Abunə sayıdır, ancaq sizin üçün yaxşı tərəf odur ki, paylaşılmış videoların anından xəbərdar olacaqsınız və tez bir zamanda xəbərdar olaraq, tez bir zamanda da yeni paylaşılmış, yeni tip sualların izahlarıyla tanış olaraq uğur qazanacaqsınız inancındayıq. İndi keçirik ilk sualın izahına. 3 vurulsun 3 ölçülü lövhənin hər bir xanasına 1-dən 9-a qədər bütün natural ədədlər yazılmalıdır. Ədədlər elə yerləşdirilməlidir ki, hər bir sətir sütun və diagonal üzrə yazılan ədədlərin cəmi bir-birinə bərabər olsun. Burada 9 da ədəd var və 1-dən 9-a qədər natural ədədlər yerləşdirəcəksə hamısının cəmi olacaq 45. Çünki 1-dən 9-a qədər rəqəmin cəmi 45-dir. Yəni bura ümumi 45-dir. O zaman hər bir sütun üzrə də 3 dənə ədədimiz olacaq. O zaman hər bir sütun və sətir üzrə cəmlər bərabərdir şərti verilibsə, deməli mən 45-i 3-ə vursam hər sətir üzrə cəmimiz 15 olacaq deməkdir. Bundan başqa sütunlar üzrə baxsaq 3 sütun var. Hər bir sütunda da cəmlər eyni olduğu üçün 45 3-ə vururuq. Hər bir sütun üzrə də cəmlər 15 olduğunu tapırıq. Həmçinin diagonal üzrə deyildir. Və burada belə bir şərt var ki, ortada duran ədəd, yəni bu üçüncü olduğunda, 3-ün 3-ə lövhədirsə, oradakı ədədimizə biz y versək, o zaman sütunlar üzrə və sətirlər üzrə və diagonallar üzrə cəm, bu oradakı ədəd nə olur olsun, yəni bu üçüncü lövhədən gedir söhbət. O zaman cəmimiz olacaq oradakı ədədin 3 misli, yəni 3y bərabərdir bunların cəminə 15-ə. Y də bərabər o zaman olur 5-dir. Deməli ortada 5 durur. Bunu tapdıq. O zaman digərlərini tapa bilərik. 9 5 cəmi 14. Burada 1 yazıram 15. 1-dən 6-nın cəmi edir 7. Burada 8 yazıram. 8-dən 5-in cəmi 13. Burada 2 yazıram ki 15 olsun. 2-dən 6-nın cəmi 8. İkisinin də yerinə o zaman düşür 7. Cəmimiz 7C variantı. Digərlərini yaza bilərik. 7-dən 5-in cəmi edir 12. Burada yazıram 3. Sonra 8-dən 3-ün cəmi edir 11. Burada yazıram 4. Yəni bu lövhəyə baxas olsaz, həm sütun, həm diagonal, həm də sətirlər üzrə bütün cəmlər 15 olacaq. Yəni bərabər olacaq. Cavab C bəndi. Verilmiş cədvəldə 42-ci sual deyir ki, ardıcıl hər hansı 3 xanadakı ədədlərin cəmi 19-dur. Buna görə A vur, B vur, C bərabər sual. 3 xanadakı ədədlərin cəmi 19-dur və hər ardıcıl 3 xanada. Yəni bunların 19-dursa 3 xanadan 1. Demək ki, 3 dənə fərqli natural ədədimiz var ki, onlar 3 dənədən 1 təkrarlanır. 3 xanadan 2 ədədlərin cəmi dediyi üçün 3 xanadan 1 təkrarlanır. Yəni bura baxarız olsaq, rəqəmlərin biri 4, biri 7-dir. Yəni bunları məsələn geriyə doğru geçsəm 1, 2, 3-cü. Burada 4-dür. Sonra burada doğru geçsək irəli doğru 1, 2, 3. Deməli B 4-dür. Sonra yenə gedən 1, 2, 3. Burada 4-dür. 1, 2, 4-lər qutardı bunlar. İndi geçirik 7-lərə. 7-yə baxsaq 1, 2, 3. Bura 7-dir. Geriyə qaysaq 1, 2, 3. 7-dir. Sonra 1, 2, 3. Burada 7'dir.
O zaman 4, 7 cəmi edir 11. 11 üzərinə gəlsək 19 edir. A olacaq deməli 8. 8 də A-dır. 1, 2, 3 bu boşluq 8-dir. 1, 2, 3 boşluq 8-dir. 1, 2, 3. O zaman C də 8-dir. Deməli A oldu 8, B oldu 4, C oldu 8. Bunların halsını istəyir. 8 vurursun 4 edir 32. 32-ni 4'ə vuracaq. Deməli 8 vurur 4, 32 oldu. 32-ni 8 vuracaq 256. Cavabımız D variantı. Keçək 43-cü suala. Arzu kolleksiya məqsədi ilə yalnız 3 dəlikli. Deməli arzu yazırıq. 3 dəlikli. Ayan isə deyir 4 dəlikli düymələr toplayır. 4 dəlikli. Deyir ki, arzu ayandan 30 ədəd çox düymə toplayır. Yəni, mən ayana x dənə düymə toplayıb desəm, o zaman arzuda bundan 30% çox, yəni x plus 30 qədər düymə toplayacaq. Deyir ki, bu düymələrdə ümumi 300 dəlik olduğuna görə hər ikisi cəmi neçə düymə toplayırlar. Düymələrin cəmini istəyir. Mən buradan arzunun düymələrin sayı x plus 30 qədərdir. Hər birində 3 dəlik varsa, o zaman arzunun düymələrində ümumi neçə dəlik var? Bunu necə tapa bilərəm? Birində 3 dəlik olduğu üçün 3'ü vuram ümumi düymələrin sayını, yəni x plus 30'a. O zaman ayağın da x dənə düyməsi var. Bunun da hər düyməsi 4 dəlik olduğu üçün 4'ü vuracağım. X-əki görə ümumi ayanın düymələrinin neçə dəlik var? X qədər düymə var. Hər birində 4 dənə dəlik. 4x-ə vurub ayandakı düymələrin ümumi dəlik sayını tapıram. İndi ayan və arzudakı ümumi düymələrin dəlikləri sayı verib neçə burada? 300. Toplayıram. Yəni burada gördüyümüz kimi topladıq. Hər ikisini bərabər edik 300'ə. Tənliyi əldə. İndi burada 3'ü x-ə vuruq, edir 3x. Üstə gəl 3'ü 30'a vuruq, edir 90. Üstə gəl 4x, yəni bu bərabərdir 300'ə, yəni bura. 3x ilə 4x toplayacaq 7x edir. Üstə gəl 90. Bərabərdir 300. O zaman 7x də bərabərdir. 300'dən 90 çıxsaq 210. X də bərabər edir 30. X 30'dur. Deməli, ümumi düymələrin sayı sonucudur. O zaman ayağının düymələrin sayı x idi. Oldu 30. Arzunun düymələrin sayı x plus 30 idi. Yəni, x'in üzərində x 30 oldu. 30'un üstüne 32 yazək. Edir 60. Deməli, arzunun 60 düyməsi var. 60, bu da 30. Cəmi neçə düymə var? 90. Bizə onu istəyirdi. D variantı. Keçək 44-cü suala. Aşağıdakı şəkildə divara 300 cm məsafədən atılan top divara dəydiyi yüksəkliyin 96-85'i qədər divardan uzaq məsafəyə düşür. Yəni buradan top atır, belə gəlir, deyir bura. Bu hündürlüklərdirsə, bu hündürlüyün ölçüsünün 96-85'i qədər də dəyib geriyə qayıdır. Məsələn, buralara və ya buralara harasa düşür. Bu düşdüyü yeri axtarırıq biz. İndi bax görə hardan, demək 240 cm atıb, yəni bura dəyib. Demək ki, topumuz bura dəyərək 240'ın 96-85'i qədər bu məsafəyə doğru düşəcək, yəni haralara düşəcək bilmirik. Ona görə 240'ın 96'da 85'ini axtarırıq. 240 da 96'da hər ikisi 48'e bölünür. Burada 5 qalır, burada 2. 5'i vururam 85'e edir 425. 425 burada məxrəcdə 2 qalmışdı. Yəni 2 bölürəm 425'i. O da eləcək. Neçə? 212'dan 10'da 5. 212'dan 10'da 5'te elə buralardır. D ilə Y arası olur. Yəni D variantı. Keçirik növbəti suala. 45-ci sual. 45-ci sualda 2 famil birdən başlayaraq
Natural ədədləri özünün qiyməti qədər yan-yana yazır. O bir ədədini bir dəfə, iki ədədini iki dəfə, üç ədədini üç dəfə və bu şəkildə davam edərək n ədədini n dəfə almaqla aşağıdakı kimi yazır. Famili yazdığı bu ədədlərin rəqəmləri cəmi 204-dür. Buna görə famili yazdığı ədəd neçə rəqəmlidir? Baxacaq olsaq rəqəmlərimizin ümumi cəmi nə verib? 204. Toplayası olacaq o zaman 1. Üstə gəl 2-dən 2 dənə deyə 4 yazıram. Üstə gəl 3-dən 3 dənə deyə 9 yazıram. 4-dən də 4 dənə olacaq deyə 16 yazıram. Ən sonunda da üstə gəl nöqtə n kvadratı yazacağım. Niyə n kvadratı yazacağım? Çünki birinci ədədin kvadratı ilə 1-dir. Bu 2 dənə ədədin cəmi 4, yəni 2-nin kvadratı 4-dür. 3 dənə ədədin cəmi 3. 3 dənə 3-ün cəmi 9, yəni 9-un kvadratı. 4 dənə 4-ün cəmi 16, yəni 4-ün kvadratı. N dənə də n-in cəmi n kvadratı olacaq. Bunlar da eləyib neçə? 204. İndi biz burada toplaya gedirik. 204 alacaq. Yəni burada n kvadrat ən axırda, yəni 1, 4, 9, 16, 25, 36, 5 toplaya gedəcəm. Ən sonunda hansı ədəd gəldikdən sonra 204 alınacaqsa, həmin ədəd nəyin kvadratıdırsa, n həmin ədəd olacaq. Yəni necə yazırıq? İndi 1 üstə gəlir 4 edir 5, üstə gəlir 9 edir 14, üstə gəlir 16 üstə edir 30. 30'un üzərinə 25 gələcəm. Buradan yazıram 30 üstə gəlir 25. Yəni 5'in kvadratını gəlirim 55. Üstə də sonra 5'in kvadratını sonra 6'ın kvadratını 36 gəlirəm. Edir bərabərdir 91. 91'in üzərinə 7'nin kvadratını gələcəm. Yəni 49 gələcəm. Eləcək 140. 140'ın üzerine geleceğim. 8'in kvadratını yani 64'ü. Bu da ise 204. Demek 204 harda tamamlandı. 64. 64 nedir? 8'in kvadratı. Yani burada n kvadratı yazmıştım. Yani 8'in kvadratı. N demek 8'dir. Burada silirəm. Neçə rəqəmlidir? Famil yazdı ədəd. Demək n tapdıq ki 8'dir. Cəmə görə. O zaman 1'dən 1 dənədir. 2 rəqəmdən 2 dənədir. Deməli, rəqəmlərin sayıdan onun üçün 2 gələcəm. 3'dən 3 dənədir. 3 gələcəm. 4'dən 4 dənədir. 4 gələm. 5'dən 5 dənədir. 5 gələm. 6'dan 6 dənə olsun 6 gələm. 7'dən 7 dənə olduğu üçün 7 gələm. 8'dən 8 olduğu üçün 8 gələm. Yəni 1'dən 8'ə qədər ədədlərin cəmini tapırıq. Bu dedir. Deməli, 37 edəcək. Bax, toplayırıq. Bu 1 üstü 2 gələm 3, üstü gələm 3, 6, üstü gələm 4, 10, üstü gələm 5, 15, üstü gələm 6, 21, üstü gələm 7, 21 üstü 7 gələndə 28, 28 üstü 8 gələndə 36. Yəni cavab B variantı olacaq. 46'ya baxırıq. Bir kino teatrda 3 fərqli salonda 3 müxtəlif qısa metrajlı film davamlı olaraq göstərilir. Buna görə 2 nömrəli salonda 10-cu seans bitənə qədər olan müddətdə 1 və 3 nömrəli salonda cəmi neçə fasilə verilmiş olacaq. Burada ikinci salondan danışır. Əvvəlcə bura baxır görünədə də bax gedib 10 seans bitənə qədər. Hər seansımız 35 dəqiqədir. Yəni biz 35'i vuracaq 10'a. Yəni 10 seans 35 dəqiqə olsun. 350 dəqiqə belə. Və hər seans arasında 5 dəqiqə fasilə var. Yəni 10 dənə seans kino varsa 9 seans ara vasitəsi olacaq. Çünki belə baxarsa olsa bax, birdən ikinci film arasında 2 dənə bir ara var və ya 3 film arasında 2 ara fasilə var. Yəni filmlərin sayından bir vahid az olur fasilə sayı. Deməli 9 dənə fasilə var. 9'u da 5'e vuram. Hər fasilə 5 dəqiqə olduğu üçün 45. 350 ilə 45 toplayıram. Ümumi 395 dəqiqə getdiyini tapıram. İndi deyək ki, birinci və üçüncü salonda nömrəli salonlara cəmlisi fasilə verilmiş olacaq. İndi birinci baxaq görək 55 ilə 15 toplasaq neçədir? Yəni 1 kino və 1 fasilə birinci salonda, ikisi birinci dəqiqədir 70 dəqiqə. Ona görə 395'i
bu müddət ərzində birinci sualda neçə fasilə olacaq? Deməli, hər 70 dəqiqədə bir fasilədir. Ona görə də mən 395-i 70-ə bölürəm ki, görək burada neçə dəfə 70 dəqiqə olur. Adalacam. Bu 70 dəqiqələrin hərəsinin içində bir dəfə 15 dəqiqə fasilə olur. Yəni, hər 70 bir fasilə deməkdir. 395-də 70-ə bölsək bərabərdir 5, qalığımız da qalır 45 dəqiqə. Yəni 5 dəfə fasilə oldu. Bunu işarələyək. 45 dəqiqədə qaldı. Həmin 45 dəqiqədə sanki 6-cı kinonun 45-ci dəqiqəsi deməkdir. Hələ kino bitməyib ki, fasiləyə keçək. Yəni birinci sualında 5 dəfə fasilə olduğundadır. Üçüncü sualına baxırıq. 40 ilə 55 toplasaq 55 dəqiqə. Yəni hər 55-də bir fasilə olacaq. Ona görə 395-i 55-ə bölərək neçə dənə 55 dəqiqə olduğunu tapıram. Çünki hər 55 dəqiqənin içərisində bu cəmi bir dənə 15 dəqiqəlik fasilə var. İndi 395-i bölürük 55-ə edir 7. 7 edir. Qalıq da qalır 10 dəqiqə. Deməli 7 dəfə fasilə oldu. Bu 10 dəqiqə isə qalıq 10 dəqiqə. Yəni o 15 dəqiqə fasilə bitir. 10 dəqiqə ərzində də bu bizim 8-ci filmimizin 10 dəqiqə sayılır. Yəni bu fasilə sayılmır. 7 dəfə. Yəni 3-cü sualında 7 dəfə nə oldu? Fasilə oldu. Birinci də 5, ikinci də 3-cü də 7 fasilə. Bizə deyir ki, 1 və 3 nömrəli bu suallar cəmlisi fasilə vermişdir. 5 üstə 7 deyir, 12 cavab B variantı. 7-yə baxırıq. 7-də deyir ki, ABAQ-da 5 rəqəm bir ədəd modellənib. Yəni 10 minlik, 1000 minlik, 100 minliklər, nöqtələr əşləri kodlanıbdır. Bura baxarsa olsaq, burada 1, 2, 3, 4, yəni 4 düymə var, 4 dənə muncuq var. Burada 1, 2 dənə muncuq var. Burada 0 dənədir. Burada 1 dənədir. Burada isə 1, 2, 3, 4, 5 dənə. Deməli, ABAQ-da kodlanan ədədimiz nə oldu? 42.015. Şimdi deyir ki, ABAQ-da 5 muncuğun yerini dəyişməklə alınacaq ən kiçik 5 rəqəmlərə də şəkildəki ABAQ-da görünən ədədin cəmi neçə olacaq? Cəmini istəyir. Burada digər siniflərdə fərq istəyirdi. Yenə də fərq kimi baxacaqdım məsələyə. Amma diqqətli olmaq lazım. Bizdə burada cəm istəyir. Yəni 42.015 ilə burada alınacaq ən kiçik ədəd istəyir. Ədədin cəmi neçə olacaq? Ən kiçik 5 rəqəmli. Yəni ən kiçik 5 rəqəmli ədəd dediyi üçün biz ən böyük mərtəbədən, yəni 10 minliklərdən muncuqlar götürərək ən kiçik mərtəbəyə, yəni təklərə qoyacaq ki, qoy ədədimiz kiçilsin. Biz də buradan 4-ünü götürə bilməyiz. Çünki 4-ünü götürsək, burada 0 olar. O da 4 rəqəmlə də çevrilmiş olacaq verilmiş ədədimiz. Bizə 5 rəqəmlə ən kiçik istəyir. Ona görə də 4 dənədən 3-ünü götürürəm. O 3 dənə getirib qoyuram bu 5-in üzərinə. 3 dənəsini götürüb 5-in üzərinə gəlirəm. O zaman burada olacaq 8. Burada 8-i yazıram. Üstə 3 gəldik. Sonra burada qaldı 1. 3-ünü götürdük. Növbət dəfə bizə 5 dənə muncuq deyir. 3-ünü götürdük. İndi bu 2 dənəni götürsəm, burada qalacaq 0. O 2 dənənin də birini bu 8-in üzərinə gələcəm. Eləcək 9. Buranı silib, burada 9 yazıram altından və ya burada balaca 8 yazım, əvvəl 8 idi. İndi oldu 9. Çünki 2 dənəsində bunu üstü qoyuyorum. Çünki 10 edir. Burada rəqəm olması lazımdır. 9. İndi bu 2 dənədən birini 8-in üzə gəldim. 9 oldu. Birini də bu 10'luqlara verəcəm. 1 idi. Üstünə 1 gələcəm. Bu bir dənəsi qalmışdı. Necə burada 2.
Buranın qırmızına yazaq. Orada 2. Ortada 0 kimi var. Yani sonuç 10.029 oldu. 10.029. 10.029. Cəmi istəyir, toplayırıq. 5 ilə 9'un cəmi 4. 1 yadda. 1 ilə 2'nin cəmi 3. 1 yadda 4. 0, 2, 5. 52.044. Yani C variantı olacaq. 48-ci suala baxırıq. Eyni hazırlıq kursunda imtahana girən Dəniz imtahan nəticəsinə görə buradakı sıralamada ən zəif 13-cü, Yağmur isə ən yüksək 13-cü şəkildə olmuşdur. Onlar yerləri acil olduğuna görə bu kursu imtahana girən ən az neçə nəfər olar? 13 üstə gələ 13 çıxılsın 2 yazıq. Bu da 24 cavab D variantı olacaq. Bu tip suallar yəni belə dedik. Yerlərin sayını toplayırıq. Ən az dediyində həmişə 2 çıxmırıq. Yəni burada sonda və əvvəldə 2 nəfərdən söhbət getdiyi üçün 2 çıxdıq. Əgər məsəl üçün yalnız Dənizin sondan və əvvəldən yeri deyilsəydi, yəni belə məsəl üçün Dəniz sondan 13-cü, əvvəldən də 13-cüdür. O zaman 13-dən 13 toplayıb 1 çıxacaqdıq və yaxud da Yağmur üçün. Yəni bir nəfərdən söhbət gedirsə ən az deyəndə toplayıb 1 çıxırıq. 2 nəfərdən söhbət gedirsə 2 çıxırıq. İndi bəzən aralarında adam da olur deyir. O zaman ən az deyəndə o aradakı adamları da çıxırıq. 2 nəfər deyirsə 2 nəfər də çıxırıq. Amma bir nəfərdən söhbət gedəndə bir nəfər çıxır və aradakı adamları çıxırıq. Amma maksimum deyəndə elə 13-dən 13 toplayırıq. Bu qədər. Arada da adam varsa 13'də 13. Bir də aradakı adamlar, yəni 2 çıxım və ya 2 gəlin, 1 gəlin yoxdur. Sadəcə toplayırıq. Arada adam olsa əlavə adamı gəlirik. Amma ən az deyəndə toplayırıq. Həm bu söhbəti gedən adamların sayını neçədənsə onu çıxırıq. Əgər arada da adam varsa deyirsə, o zaman o aradakı adamları da çıxırıq. Yəni bu sualda arada adam yoxdur deyə 2 Dənizlə Yağmur arasında adamlar olmalı üçün, eləcə arzu gəldiyi üçün Yağmur və Dənizi başdan da sayanda elə bir sayırıq. Axırdan əvvəl gedərkən Yağmur və Dənizi 2 dəfə sayırıq deyə bunları bir dəfə saymamız lazım olduğu üçün bunların hər ikisini bir dəfə sayınca və 2 dənə artıq yaranır. O 2-ni ona görə çıxırıq. Yəni 24 edir cavabımız. Keçək 49-cu olaraq. Elnun ədədləri bir kompüter proqramında yazma müddəti cədvələ vermişdir. Ədədin rəqəmi sayı 1 rəqəmli ədədi 3 saniyə yazır. 2 rəqəmli ədədi 4 saniyə yazır. 3 rəqəmli ədədi 5 saniyə yazır. Buna görə o 1-dən 111-ə qədər olan 111 daxil bütün acı ədədləri fasiləsiz olaraq bu proqramı neçə dəqiqədə yazar? Əvvəlcə 1-dən 9-a qədər neçə rəqəm var, ədəd var? 9 dənə. Hərəsində 3 saniyə gedirsə 3'ü vuracam 9'a. Eycə 27 saniyə. Bir rəqəmlər üçün. İndi 2 rəqəmlər 9, 10'dan 99'a qədər deyir. Bu da 99'dan 10 çıxırsa bir gəlir. Yəni 90 dənə ədəd deməkdir. 90 dənə ədədin 90'ı da 4 saniyə deyə 4 saniyə vaxt sərf olunduğu üçün 4-90 vuram. 360 saniyədə bura gedir. Yerdə qalır 100'dən 111'ə. 111'dən də 100'ü çıxıb üstə bir gəlir 12 dənə ədəd. 12 dənə ədəd hərəsinə 5 saniyə gedir. 3 rəqəmli olduğu üçün 5-12 vuram edir 60 saniyə. Ümumi toplayıcı olsa 60, 367, 420, üstə 27 gəlsək edəcək 447 saniyə. Bizə deyir ki, dəqiqəni tamam, ona görə 447-ni 1 dəqiqə 60 saniyə olduğu üçün 447-ni elə 60'a bölərək eləyəcək, dəqiqəyə çevirəcək. Bu deyəcək 447 bölümümüzün 60 bərabər deyir 7 tam %45. Cavab D variantı. 50'ye keçirik. 40 nəfərin iştirak etdiyi balıq tutma yarışında cəmidə olan hər kəs kütüm, kefal və çapaq balıqlarını ümumilikdə ən az bir ədəd tutmuşdur.
Bu balıq növlərinin hər hansı birindən bir ədəddən çox tutan olmamışdır. Yəni eyni növ balıqdan maksimum bir dənə tutulur. Hər kəs ən çox 3 balıq tutur. Yəni bu 3 balıq tutanlar fərqli balıqlar tutur. Bu o deməkdir. Yəni buradakı şərt hərəsindən bir dənə tutur. Yəni 3 balıq tutanlar. 2 balıq tutan olmayıb. Yəni bu demək ki, bizdən başlayıb ən az 1 ədəd tutublar. Yəni 1 ədəd tutanlar var. Bir də 3 ədəd tutanlar var ümumi. Amma 2 balıq tutan yoxdur deyir. Cəmi 64 balıq tutulduğuna görə neçə nəfər 3 balıq növünün hər birindən nə tutmuşdur? Yəni 3 balıq tutanların sayını axtarırıq. Ümumi 40 nəfər var. 40 nəfərin tutaq ki, x dənəsi 3 balıq tutanlardır. 3 balıq yazaq. 3 balıq tutanlar x qədərdir. 1 balıq tutanlar o zaman olacaq 40 çıxılsın x. Yəni 3 balıq tutanları x götürsəm, ümumi 40 nəfər var da, bizə 40 nəfər verib burada. 40 nəfərin x qədəri 3 dənə balıq tutsa, o zaman mən bu x qədər adam çıxmalıyam ki 40-dan. Tapam 1 balıq tutanların sayını. O zaman 3 balıq tutanların sayı x-dirsə, hər biri 3 dənə balıq tutsa, ümumi neçə balıq tutub? 3 vursun x qədər. Bu 40 çıxılsın x qədər adamın hər biri də 1 balıq tutduğu üçün bununla sayı vuracağım 1'ə. O deyəcək yenə də 40 çıxılsın x. Ümumi 3 balıq tutanların sayı, deməli 3 balıq tutanların ümumi balıqların sayı 3x oldu. 1 balıq tutanların ümumi balıqların sayı 40/2. İndi bu ikisi bir də cəmi verib bizə necə 64 balıq. Tənliyi həll edirik. 3x-dən x-i çıxırıq, edir neçə? 2x. Üstə gələnə 40. Bərabər nəyə? 64-ə. Buradan da 2x bərabərdir. 64-dən 40-ı çıxıram. 24 edir. X də bərabər 24 bölünsün 2, 12. X 12 bizdən deyir ki, 3 balıq növünün hər birindən tutmuşdur neçə nəfər. 3 balıq tutanların sayını istəyir. Biz də 3 balıq tutanların sayını ən başda x vermişdik. Burada gördüyümüz kimi balıqdan adamların sayıdır. Bu da balıqların sayıdır 3x. Və x-də tapdıq nə? 12. 12 nəfər 3 balıq tutub 40-dan da 12 çıxsa ümumi 47. Eləcə 28-dən də 1 balıq tutanlar. Bizdən də 3 balıq tutanların sayını istəyir. 12 nəfər C variantı. Sonra gedirik 51-ci suala. Sumqayıt futbol klubu oynadığı hər oyunda ya 2 ya da 3 gol vurub, komanda 8 oyunun nəticəsində əsasən 22 gol vurubsa, neçə oyunda 2 gol vurmuş olar. Deməli 2 gol vurmuş oyunlar var, bir də 3 gol vurmuş oyunlar var. Yəni bu sual 50-ci sual kimidir. Ümumi neçə oyun keçirilənib? 8 oyun. Deməli x oyunda 2 gol vurmuşamsa, o zaman 8/x oyunda 3 gol vurmuşam. Yəni burada 2 gol vurduğum oyundan sonra x götürsəm, ümumi 8 dənə oyun var. 8-dən də bu x qədər oyun çıxmalıyam ki, 3 dənə gol vurduğum oyundan sayını tapım. O zaman x qədər oynadığım oyunun hər birində 2 gol vurmuşamsa, ümumi neçə gol vuracam? 2 vurursun x qədər. Aşağıdan yazıram. 2 vurursun x qədər gol vurmuş olam. Əgər 8 çıxılsın x qədər oyunun hər birində 3 gol vurmuşamsa, ümumi 3 vurulsun 8 çıxılsın x qədər gol vurduğum məlum olur. O zaman bu 2 gol vurduğum oyunlardakı golların sayı, bu da 3 gol vurduğum oyundakı golların sayı cəmləsəm, ümumi golların sayı 22 verir. Bərabərdir 22. Buradan 2x üstə gəl, 3 vuram 24, 3x vuram mənfi x, yəni mənfi 8 bərabərdir 22. Buradan 2x ilə mənfi x olacaq, mənfi 1x. Orada da 24 qaldı. Bərabərdir 22. İndi x, mənfi x-i keçirəm bu tərəfə, bərabərliyin tərəfinə. Yəni olacaq müsbət 2. Buna yazdım müsbət 2 bərabərdir 22-yə də keçirəm
24 tərəfə, yəni mənfi 22 olur. 24 çıxılsın 22-dir. Bu deyir 2, birbaşa 2 yazam. Yəni x bərabər 2. Bizdən neçə oyunda 2 qol vurmuşdur. Elə 2 qol vurulanların sayını x götürmüşdüm. X'də də 2'dir. Yəni 2 qol vurulan oynanan sayı 2 dənə imiş. 3 qol vurulan oynanan sayı 8 çıxıcı, yəni 6 dənə imiş. Həqiqətən 6 3 vurulan 8, 2 vurulan 4 deyil. Toplam 22 qol deyil. Cavab 2A variantı. Keçir indi 52-ci suala. İpin bir ucundan 5'te biri, diğer ucundan ise 6'da biri eyni anda kesiləndən sonra orta nöqtəsi 4 cm yer dəyişdirir. Bu ipin əvvəlki uzunluğu neçə santimetrdir? Bir dənə buradan lent düzəltdim. Orta xəttini bura qoyaq. İndi bizə 5'te 1 və 6'da 1'in kəsib deyir. Ümumi 30'ya bölək ki, yəni 5'te 1 və 6'da 1'ini tapaq. 6'nın və 5'in əkobunu tapdım ki 30'dur. İndi 30'un 5'te 1'i elə 6 deyir. Demək birisindən bu bir ucdan 6, yəni buna əvvəz bir dənə göstərim ki, ümumi 30 hissədirsə, burada 15 hissədir. Buradan burada 15 hissədir. Ümumi əvvəz. İndi bir tərəfin bir ucundan 5 hissə kesəcəm. Yəni 30'un 5'te 1'i 6 hissədir. Yəni buradan burada 6 hissə kəsdim. Ümumi 6 hissə kəsdimsə, buradan buraya necə qaldı? Ben kırmızı göstereyim. 9 hissə qaldı. Sonra digər ucundan 6'da 1'in, yəni 30'un 6'da 1'i 6 hissə. Yəni bura 6 hissə, yox. 30'un 6'da 1'i 5 hissə deməkdir. Yəni bura qədər 5 hissə. 5 hissəni kəsdimsə, buradan bura qalacaq 6 hissə. Buraya 6 hissə nədir? 10 hissə. Çünki ümumi 15'dir. 5'ini kəsirəmsə 10 olur. İndi bizim parçamızın uzunluğu hardan oldu? Bax, xətt çəkəcəm. Yaşıl xətt. 2. Buradan bura qədər. Əvvəl orta nöqtə qırmızıladığım yerdir. Qırmızı göstərdiyim yer. İndi bu yaşılla yaşılın arası neçə santimetrdir? Burası 9, burası 19. Yəni yarısı 9-15. Yəni bu 9'un üzərinə mən 0.5 gəlməliyəm. Yəni qırmızı yerdən 0.5 bu tərəfə sürüşməlidir. Yəni mərkəzi nöqtəyə gələcək bura. 0.5 qədər. Digər 10 santimetrdir. Digəri də bax buradan bura yaşıldan bura 10 idi. Bunun 0.5 çıxmalıyıq ki 9.5 olsun. Yəni yenə də bura düşür mərkəzi nöqtə. Mərkəzi nöqtə deməli 0.5 qədər sürüşdü. 0.5 x qədər. Bu da 4 santimetrdir. Deməli 0.5 x'im 4 isə 1 x'im də 8'dir. Bu ipin əvvəlki uzunluğu neçə idi? Ümumi əvvəlki uzunluğu 30 hissədən ibarət götürmüşdük. O hər hissə 8 isə 38'ə vuruq. Edir 240 santimetr. Yəni cavab D variantı. Keçirik 53-cü suala. Uzunluğu 2,25 metr olan lent 4 müxtəlif uzunluqda hissəyə bölünür. Ən uzun hissənin uzunluğu ən az neçə olar? Ən uzun hissənin uzunluğu ən az neçə olar? Deməli, bizə sanki belə ədədlər düşürdü. Bir ədəd verir, 4 hissəyə bölünür. Ən böyük ədədin ən kiçik hissəsini soruşur. Yəni, böyük ədədimizin ən kiçik olması o demək ki, yəni böyük ədədimiz kiçik ədədlərə yaxındır. Yəni 4 ədəd varsa 4-cünü böyük götürsək, o 4-cü ədəd 3, 2 və 1-ci ədədlərə ən yaxın ədəddir. Ona görə də ən yaxın ədədlər sizə bilməyimiz üçün əvvəlcə 225'i 1 santimetr çevirək. Çünki hər birisi natural ədəddir. 2,25 metri 100'ə vursam olacaq 225 santimetr. İndi bunu 4'ə böləcəm. Bunu 4'ə bölsəm
Bərabər edir neçə? 55, 56 edir. Elə biləm. 224'ü deməli bölürük neçə? 4, 56. Hə. 56 qalıqda 1 qalır. Deməli hər bir ədədimizi əvvəlcə 56 götürəcəm. Buradan yazıram 56. 56 ən yaxın seçirəm. Sonra paylama qanunu istifadə edəcəm. Və bu dördüncünü 56 seçirəm. Bir dənə qalıq çəkirəm. Bir qalıqda birincinin üzərinə qoyuram. Olsun 57. Yuxarı silirəm. Düzəldi yəni bura. İndi buradan 56'ın üzərindən bir dənəsini götürsəm burada 55 qalacaq. Bu bir dənə götürüb ən başa qoyuram 58 olsun. Digərlərdə olduğu kimi qalsın 56, 56. İndi 55'dən birini götürsəm burada 54 qalacaq. Onu götürüb 56'ın üzərinə qoyuram. Olacaq 57. Burada 58 qalır elə. Burada 56 qalır. Müxtəlif ədədlər deyildi. Həqiqətən də oldu. 54, 56, 57, 58. Müxtəlif ədədlərdir. Bunların da böyüyü 58'dir. 58 də böyük ədədimizin ən kiçik qiymətidir yəni. Sadəcə C var. Yəni ən böyütsəydi o zaman digərlərini 10, 11, 12 yəni 2 rəqəmli olaraq 10, 11, 12 seçib 2 rəqəmli istəyəcəkdi məsəl üçün. Ümumi 225'dən də 11, 12'nin cəmini çıxacaqdı. Məsəl üçün deyim. Amma burada ən böyüyünə lazım dediyi üçün bütün ədədlərimiz ən yaxın olmalıdır. Bu tip suallardan arıq ədəd orta çıxardıb qalığı da hər hansı bir ədədin üzərinə gəlir. Ondan sonra paylama qanunu istifadə edib tapırıq cavabımızı. İndi 54-cü suala. Bağban hər gün bağında olan şaptaların yarısının 40 artığını bazarda satır. 5 günün sonunda ağacların şaptalı qalmır. Buna görə başlanğıcda ağacdakı şaptalı sayını göstərən ədədin rəqəmin cəmi neçə olar? 5-ci günün sonu deyir, ağacların şaptalı qalmır. Yəni 0 qalır 5-ci günün sonu. Bunu nə eləmişdi? 40 dənə topladıqdan sonra 0 qalmışdı. O zaman 40 idi. 40 nə idi? Əvvəlki günün yarısı ol dediyi üçün, yəni 40'ı vuram 2'ye 80. Deməli 5-ci gün əvvəl 80 dənə var idi. Şimdi 4-cü gün əvvəl tapmaq üçün 4-cü gün sonunda 40 dənə satmışdım. Deməli 120 dənə olub. 120 də 3-cü günün sonunda qalan ədəd deməkdir. Yəni 122 vuruq. Bu deyir 240. Yəni 4-cü gün əvvəl 240 oldu. İndi keçək 3-cü gün əvvəlini axtarmağa. Bunun üstə 40 gəlib. Burazıq 2'ye. Neyəcə 280 vursun 2, 560. 3-cü gün əvvəli oldu 560, bunu yazıram. İndi keçək 2-ci gün əvvəlinə. Üstə 40 gəlir yenə də. Çünki 40 dənə satmışdı. Deyir 600. İndi vuruq 2'ye çünki yarısı deyirdi əvvəlki günün. Bu deyir 1200. Sonra 1-ci gün əvvəlini axtarıq. 1200'ün üzərinə 40 gələcək. 1-ci gün sonunda 40 satmışdı ki 2-ci günü 1200 qalıb. Deməli oldu 1240. İndi 2-ci gün əvvəlində də 1-ci gündəkinin sonundakının yarısını axtarırdıq. Yəni ona görə də 1240'ını enirik. Vuruq 2'ye. Bu deyir 2480. 2480. Bunu rəqəmlər cəmi istəyir. 2, 4, 8. Rəqəmlər cəmi 14 D variantı. Keçirik 55-ci suala. Şirniyyat fabriki hər bağlamaya 30 qutu, hər qutuya 40 paket vafli qoyur. Fabrik hər bağlamaya, hər qutuya və hər paketə fabrikin logosunu yapışdıracaq. Bir logonun qiyməti 2 qəpikdir. 250 bağlama cümüşün neçə manatlıq logo lazımdır. Əvvəlcə 250 dənə bağlamaya logo vuracaq. Üstə gəl. Sonra hər bağlamanın içində 30 dənə qutu var. Ona görə 250'dən 30'u vururam. Qutunun sayını tapıram.
Ve 250'den vuruq 30'da 7500. Deməli üstəcə 7500'lərlə logo buna getdi. Sonra hər qutuda 40 paket var. Yəni 7500'dən kutu tapmışdıq. Hərəsində 40 paket var. Bunun paketi almaq üçün 7500'ü vuruq 40'a. Bu da yiyəcək 300.000. Yəni 300.000 dənə paket oldu. Bunları toplasaq 300.000'in üzerine 7500 gəlir. Üzerine gəlir 250. Dedi 307.000 beraberdir 307.750. Hərəsində 2 qəpik isti var. Bunu 2'ye vuracağım. Yiyəcək 2'ye vursaq 615.500 qəpik. Bu da 100 qəpik bir manat olduğu üçün bunu 100'e bölürük manatı çevirmək üçün. O da yiyəcək 6155 manat. Bu da C variantı. Keçək 56-cı soru. K noktasındaki çeyici 6 dəfə irəli, 2 dəfə geri sırayaraq M noktasına tərəf hərəkət edir. Çəkicinin bir sıracı 55 olduğuna görə 218 dəfə sırayarsa çəkici K noktasından neçə metr uzaqlaşacaq? İndi 6 və 2 dəfə sırayır, yəni 6 ilə 2 geri. Yəni ümumi 8 dənə sırayış edir. 6 irəli, 2 geri. Yəni bunu təkrar edir. 6 irəli, 2 geri, 6 irəli, 2 geri. Yəni bu 6 irəli, 2 geri demək 8 dənə sırayış deməkdir. Hər 8 sırayışda 4 dənə sırayış qabağa düşür. 4 qabağa düşür yazaq. Hər 8 sırayışda. Çünki 6 irəli, diyelim ki, geri qayıramsa 4 dənə qabağa düşmüş olum. Yəni əvvəlki vəziyyətimə əsasən. Deməli, hər 6, 2, yəni 8 sırayışa 4 qabağa düşdüm. İndi baxaq görək. 218'i 8'e böləcək. 2 görək. Neçə dəfə 6 irəli 2 geri edib. Yəni hərəsində 4 dəfə qabağa düşür. Yəni bu 8 sırayışdan sayını tapacağım. Hər 8 sırayışda 4 qabağa düşür. Yəni 8 dənə sayını tapıb 4'e vuracağım. Nə qədər qabağa sırayış atdığını tapmaq üçün. Yəni əvvəlki vəziyyətdən əsasən nə qədər qabağa sırayışını tapmaq üçün. 218'i bölürük 8'e. Deməli 218'i 8'e bölsək eləcək 27. Deməli 27 dəfə 6 irəli 2 geri, 6 irəli 2 geri yəni. Hərəsində 4 dəfə qabağa düşüb. Ona görə 27'ni vuracaq 4'e. 27'ni vuruq 4'e. Böyle olsa da 108. Demək 108 sırayış qabağa düşür. Demək hər 27 dəfə 8 sırayış edib, yəni 27 dəfə 6 irəli 2 geri edib. Bu hər 6 irəli 2 geridə 4 dənə qabağa düşür. Bunun sayı 27 oldu. 27'ni 4 vurduq, 108 sırayış qabağa düşüb. Biz də 218 8 yəni 27 qalıqda 2 qalmışdı. Bu qalıq lazım. Bu qalıq 2 də bizim irəli gedişimiz sayı. Çünki 216-cı addımda bu 2 geri addım edir, bitir. Və bundan sonra 217 və 218-ci sırayışlar ancaq irəli sırayışlar sayı. Çünki 6 dənədən sonra geriyə başlayır. 6 dənə irəli gedib, sonra geriyə başlamaya başlayır. Yəni bu da 2 dənə irəli gedir, yəni geriyə getməli olmur. O zaman ona görə də 108 dənə ümumi irəlinin üzərinə 2 dənə də bu irəli sırayış tapırıq. 110 sırayış. Hər bir sırayış da 55 santimetrdir. Ona görə də 110'u vuracaq 55'e. Bu deyir bərabərdir 6050 santimetr. Bu metrə çevirməmiz istəyir. Metrdən istəyir cavabı. Metrini tapmaq üçün biz 500 santim 1 metr buna görə 100'e bölərək metre çevireceğiz. Bu da yiyecek 60'dan 10'da 5. 60'dan 10'da 5 olacaq. Yəni cavab C variantı. 57'ye baxırıq. Usta qalınlığından asılı olmayaraq hər
deməli bir dəmiri 2 hissəyə ayırmaq üçün 5 manat zəhmət haqqı alır. Dəmir parçaları üstə qoyularaq da kəsir edilə bilər. Musa uzunluqlara verilən dəmir çubuqları bərabər hissələrə ayırmaq səbəbinə görə o dəmirçiyə ən az 2 manat ödəniş edəcək. İndi burada biz əvvəlcə bərabər hissələr bölür deyilsə, deməli hər birinin bölündüyü ən böyükləri də axtarırıq. Niyə ən böyükləri də axtarırıq? Daha az pul vermək üçün, yəni daha az hissəyə böləcəm, bərabər hissəyə böləcəm. Daha az hissə demək, daha az pul ödəmək deməkdir. İndi əvvəlcə bir dənə buradan kəsirəm. Burada 5 qaldı, burada 15 sm qaldı. Buralarında hamısında 15 qaldı. 20'ye de burası 15'ti. Yaxınlaşdı. Buna da 15 yazıram. Buna da 15 yazıram. Çünkü bu 15 santimetreden buradan bura 15 tamamısında kəsimli bura 5'ti. 5 hissəyə bölməyə çalışması bunu tulladık. İndi kəsdiyim bu 15'i də götürüb yuxarıdan qoyacağım. Yəni elə bir 3 dənə çubuğumuz əmələ gəlir. 3 dənə var idi. Bu 1, bu 2, 3 dənə 15 cm çubuq qalıb. Buradan bir dəfə kəsəndən sonra. O zaman 1, 2, 3 dənə 15 qalıb. Bu kəsdiyim 15'i də getirib 3 dənənin üstündən qoyuram. Buradan məsəl üçün. Buradan bir dənə çubuq çəkirəm. Belə. Bunun uzunluğu 15'ti. Hər bir 15'ti yəni. İndi bir dənə kəsim etmişdim. 5 manat getdi. Üstə gəl. Çünki hər kəsim 5 manat deyir. İndi bu hər biri 15 cm olduğu üçün bunları da 2 hissədən böləcəm. 1, 2 hissəyə bölürəm. Ərəsi 3 hissəyə bölünür. Yəni 2 yerdən kəsirəm. Ərəsi 5 cm 3 hissəyə bölünür. Yəni əlavə 2 yerdən kəsirəm. 2 sənə 5 manat verəcəm, verir 10. 10 sizə 5 verir 15 manat. Yəni 15 manat verirəm ən az olaraq B variantı. Keçək 58-ci suala. Bir lift içərisində qoyulan tüklərin ağırlıqlarına görə xəbərdarlıq siqnalı verir. Qoyulan yüklərin, boş olan liftdə ağırlıqları 13, 15, 16, 18, 20 kg olan 5 qutdan hər hansı 4'ü qoyularsa xəbərdarlıq siqnalı verir. Hər hansı 3'ü qoyularsa siqnal vermir. Buna görə bu liftin maksimum yük qaldırma gücü aşağıdakilərdən hansı ola bilər? İndi maksimum dediyi üçün biz ən misal düşünürük. Yəni ən az yükü hansı ola bilər? 13, 15, 16, 18. Çünki burada deyir ki, hər hansı 4'ü qoyularsa. Yəni biz də düşünürük ki, 5'ə ən yüngüllərini qoymuşam. 13, 15, 16, 18. Bunları toplayıram. 13, üstə gəl 15, üstə gəl 16, üstə gəl 18, cəmiyir 62 kg. Deməli bu 4 dənə birlikdə 62 gəldi. Yəni mən 62 kg da liftə qoysam ən pis halda. Çünki bunlar da elə istəniləndir. 5 qutdan hər hansı 4'ü qoyularsa. Hər hansı 4 deyəcəm. Ən azları qoydum. 62, yəni 62 kg olanda siqnal verir. İndi deyir ki, burada maksimum yük qaldırma gücü aşağılaşan hansı ola bilər? Yəni 62'də siqnal verirsə, demək ki, maksimum 60'dan aşağıdır. Yəni 61, 60, 59, 58. Yəni verilmiş variantları da 62'dən kiçik olan ən böyük ədəd 58. Yəni maksimum 58 kg var. B variantı. Məsələn 61 də ola bilər. 61'dən %99 ola bilər. Burası variantlarda 58 verib. Onu seçdik yəni variantlar içərisində. Çünki ən az, deməli 60'dan az ən böyük o idi. İndi 59'a keçirik. 7 vagondan ibarət bir qatarın hər bir vagonuna ən çox 40 sərnişin minə bilir. Bu qatarda ardıcıl olan hər hansı 2 vagondakı ümumi sərnişin sayının qısa olduğu bilinir. Buna görə qatardakı sərnişin sayı ən az neçə ola bilər? İndi 7 dənə vagon çəkirik. 1, 2, 3, 4, 5, 6, 7 dənə vagon. İndi bizə ən az sayı dediyi üçün və deyir ki 40 sərnişin minə bilir maksimum. Bu qatarda ardıcıl olan hər hansı 2 vagondakı ümumi sərnişin sayının
48 olduğu bilinir. İndi vagonlar ən çox 40 minə bilirsə, 2 tane de arızalı değil 48 olsun. O zaman ben bura 8 verirəm, bura 40. Yəni ən başa ən az verirəm ki, qoy daha az sənin işin mindirim. Çünki ən az neçə deyir. O var. Birinciyə 8 mindirdim. İkinciyə 42 qoy. İkisi birlikdə deyil 48 olmalı arıcı. O zaman digər bu ikisini 48 olması üçün 3'e 8 verəcəm. Sonra bu ikisinin 48 olması üçün bura 40. 8, 40, 8. Şimdi 48, 48, 48. 3 tane 48'in cəmi 144. 144. Üstə də sonraki 8 yazaq. Necə 152. Ən az 152 olur. D variantı. Digər uşaqlarda ən çoxunu deyir. Yəni burada o zaman düzlüyümdə ən başa ən böyük qoyacaqdıq. 48, 40, 8, 40, 8, 40. O zaman 48, 48, 48, 144. Üstəyə 40 gəlirəm. Edə 184. Yəni maksimum 184 olacaqdı. Amma bizə ən az deyildi. 152 seçdik. D variantı. Keçirik bu izah üçün sonuncu suala, yəni 60-cı sual. Sonuncu suala keçirik. Deyir ki, avtomobilin getdiyi məsafəni kilometr olaraq göstərən spidometr sayğacı sürət göstəricisi səhv işləyir. Bu sayğac xanada 3 rəqəmini göstərməlidirsə, onu bir rəqəm artırıb səhv olaraq əvəzinə 4 rəqəmi göstərir. Misal olaraq sıfırlanmış bir spidometr 15 km sıra ilə 0, 1, 2, 3 sonra 4 gəlməliyəm. 3 yazmır, 4 yazır. Sonra 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 yazmayıb. Birbaşa 14'ü keçib. Yəni 3 olan ədədləri yazmır. Və 17 rəqəmlərini göstərir və gedilən yol həqiqətdə 15 km idi. Amma olmasına baxma 17 km kimi görünür. Bu niyə baş verdi? Çünki burada 2 dənə 3 rəqəm olan ədəd göstərilmədiyi üçün normal alınacaq kilometrin üzərinə o yazılmayan 2 dənə 3 rəqəm olan ədədlərimizi 15'in üzərinə gəlir. Yəni orada 2 dənə əksik yaranır. Və yaxud da yəni ikisini aradan ədəd silinir deyə normalda 15 olmalıydısa 2 dənə ədəd silinirsə deməli 13 dənə ədəd qalır o 2 dənəsi. Yəni bunu da 17'yi tamamlamaq üçün 2 dənə ədəd gəlmək lazım. 16, 17. Yəni neçə dənə 3 çatışmırsa normal olacaq kilometrin üzərinə o çatışmayan ədədlərin sayını gəlirik neçə dənədirsə. 2 dənə çatışmır deyə 15'in üstü 2 gəlir 17 olur. İndi bizə deyir ki buna görə sıfırlanmış spidometr avtomobil həqiqətdə 55 km yol gedərsə spidometr səhv olaraq neçəni göstərəcək? Deyir burada buna görə sıfırlanmış spidometrlə avtomobil həqiqət 55 km yol gedərsə spidometr səhv olaraq neçəni göstərəcək? Deməli 55'e qədər bax görün neçə dənə 3 çatışmır. Biri 3'dür. Biri 13'dür. Biri 23'dür. Sonra 30 yazıram. 31 32 33 34 35 36 37 38 39 sonra 43 55'e kadar bir de 53. Bax görün neçə dənə oldu sayırıq. 1 2 3 ədədlərimizi sayırıq. 3 rəqəmləri yox. Çünki 3 rəqəm olan ədədləri yazmış. 23. Deməli 3 dənə oldu. Sonra 4 5 6 7 və 33'ü bir dəfə götürdüm. 7 8 9 10 11 12 13 14 15. Deməli 15 dənə 3 çatışmır. 3 rəqəm olan ədəd çatışmır. Normalda 55 km olmalıydı. Deməli 15 dənə çatışmırsa 55'in üzəri 15 gəlir 70. Deməli 70 göstərmə. Amma burada da bir şeye nəzərə almaq lazımdır ki 55'ten sonra da
içərisində 3 olan ədəd var. Yəni 55-dən sonra 53-də yoxdur, 63-də var. Yəni 55-dən 70-ə qədər də mən bu 15 yazsam belə 55-in üzərinə 15 yazsam 70 edir. Amma bu 70-ə qədər ədədlər içərisində də 63-ü yazmayacaq. Yəni bir dənə yenə də əksiklik yaranır. Ona görə də 70-in üzərinə 63 yazılmalı üçün 1 yarım edir. Cavab 71. 63 yazılmadığı üçün. Bax, yenə deyirəm. 55-in üzərinə 15 yəni 70 edir. 55-dən də 70-ə qədər yenə də 3 ədəd olan ədəd var. 63 var. Yəni o da yazılmayacaq. Ona görə 70 yox. 55-in üzərinə 15 yəni normal 70 edir. Amma bu dəfə 70 yox. 63 yazılmadığı üçün o 1 yarım 71. Yəni cavab 71 olacaq. C variantı. İzahımız bu qədər. Yenə də qeyd edim ki, bu izahın da video izahını da şərhlər bölməsində sevgili və cək sualların paylaşıldığı WhatsApp, Telegram qrupları linki paylaşacaq. Mütləq qoşulun ki, həmin qrupda paylaşacaq suallarla tanış olun, işləyin və daha yaxşı uğur qazanın. Növbəti illərdə də, yəni növbəti tədrisindən də Respublikan müsabiqəsi Sadədir. İnşallah buraxılışa da giriş etməyə çalışacaq. Bu dediklərim üzrə rəqəmsal platformamız fəaliyyətə başlayacaq və sizlər üçün çox sərfəli olacaq. Buna inanıram ki, sizlərə çox sərfəli olacaq. İndi açıqlamıram necə bir şey olacaq. Ancaq sərfəli olacağını deyirəm və çox sərfəli olacaq. Yəni bunu deyim. Ona görə mütləq qruplara daxil olun ki, daima bu qruplara qalın ki, həmin yeniliklərdən xəbərdar olaraq sizlər də həmin yeniliklərdən yararlanaraq uğurlar əldə edəsiniz. Bundan əvvəl YouTube'a mütləq abunə olun ki, YouTube'da paylaşdığım videolardan anında xəbərdar olasınız. Bəyənin və abunə olun. Yəni, abunə olmaq çox sadədir. Sadəcə olaraq abunə sözünə tıklayırsınız, abunə olmuş olursunuz. Yəni, bu mənim üçün düz xeyirdir və sizin üçün də inanın üstün bir şeydir. Yəni, siz abunə olduğunuzda paylaşılan kimi sizə xəbərdarlıq cəhbəsiz görərək və tez bir zamanda yəni üstündən bir neçə gün gecikmədən həmin video izahlarla tanış olaraq öyrənmiş ola bilirsiniz. Məsəl üçün gecikdirmiş olsanız, bəlkə də imtahan keçib gedəcək. Siz imtahandan sonra görəcəksiniz. Yəni abunə olmağın üstünlüyü budur. Abunə olsanız anında xəbərdarlıq gəlir və siz də paylaşılmış video izahlardan xəbərdar olursunuz. Sağ olun, təşəkkür edirəm.